Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə balaca çörəklər hazırlayacağım. Bu çörəklərdən siz dönər də hazırlaya bilərsiniz. Yəni çox dadlı alınır, yumşaq alınır. Bunun üçün bizə lazım olacaq 1 çay qaşığı droj və 1 xörək qaşığı şəkər tozu. Bunların üzərinə 2 stəkan yarım ilıq su əlavə edirsiniz və qarışdırırsınız. Su qaynar da olmasın, nə də soyuq olmasın. Yəni droj gəlsin deyə ilıq su olmalıdır. Bunları belə qarışdırıram. Və üzərinə 580 qram un əlavə edirəm. Və bunu da belə qarışdırıram. Və duz. Yarım çay qaşığı duz. Əllə yoğuran qədər, yəni bərk xəmir deyil, yumşaq xəmirdir. Ona görə mən belə yoğururam. Belə yoğurursunuz və üzərini streç paketlə örtüb qoyursunuz yarım saat belə qalsın. Yarım saat sonra açırsınız paketi və üzərinə mən zeytun yağı əlavə elədim. Yoxdursa sizdə adi duru yağ da əlavə edə bilərsiniz. 2 xörək qaşığı duru yağ da əlavə edib bu duru yağı yedirtirəm xəmirə. Belə baxın qarışdırıram və yedirtirəm xəmirə. Sonra yenə paketlə örtüb qoyursunuz yarım saat gəlsin. Yarım saat sonra xəmiri çıxardıb tezdən belə əllə baxın belə yoğurursunuz. Baxın belə biraz yoğurub yenə paket qoyub qoyursunuz yarım saat və yarım saat sonra çıxardıb yenə belə eləyirsiniz. Yəni bu prosesi siz 5 dəfə eləyirsiniz. Artıq 5-ci dəfə belə yaxşı unluyursunuz. Stolun üzərini və yaxud taxtanın üstünü unluyub xəmiri boşaldırsınız unun üzərinə. Baxın belə qoyursunuz. Sonra isə 8 hissəyə bölürsünüz. Yumşaq xəmir alınır, pambıq kimi yumşaqdır. Və bunu belə bölüb yavaş-yavaş götürüb qoyursunuz. Tavaya yağlı kağız sərmişəm. Yağlı kağızın üzərinə qoyub 200 dərəcədə qızdırılmış sobada hardasa 20 dəqiqə bişirir. Yenə də sizin sobanızdan asılıdır. Baxın ki, üzəri yanmasın. Üstünə də belə un səpib qoyursunuz pişməyə. Baxın artıq hazırdır. Çox dadlı çörəklər alınır. Yumşaq alınır. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və şərh yazmağı unutmayın. Çox sağ olun.